Boris Yeltsin, Mikhail Gorbaçov qarşıdurması. Mikhail Gorbaçov, Sovetlər Birliyinin son prezidenti olaraq əsas məqsədini Sovetlər Birliyini qorumaq və mərkəzi hakimiyyəti saxlamaq üzərində qurmuşdu. Onun strategiyası yenidən qurma, perestroyka və açıqlıq, glasnost siyasəti vasitəsilə iqtisadi və siyasi islahatlar edərək sistemi xilas etmək idi. Gorbaçov hesab edirdi ki, düzgün idarəetmə və mərhələli dəyişikliklər Sovet dövlətinin varlığını davam etdirə bilər. Gorbaçovun islahatları sərt xətt tərəfdarı kommunistlərin narahatlığına səbəb oldu. Onlar hesab edirdilər ki, islahatlar mərkəzi hakimiyyəti zəiflədir, Sovet sisteminin birliyi pozulur. Bu səbəbdən 19-dan 21-ə qədər avqust 1991-ci il tarixlərində Dövlət Fövqəladə Vəziyyət Komitəsi tərəfindən avqust çevrilişi həyata keçirildi. Çevrilişin məqsədi Gorbaçovu hakimiyyətdən kənarlaşdırmaq və Sovet sistemini köhnə qaydada qorumaq idi. Çevriliş zamanı Gorbaçov Krımda təcrid olundu. Moskva küçələrinə isə tanklar çıxarıldı və ölkədə fövqəladə vəziyyət elan edildi. Boris Yeltsin və digər respublika liderləri artıq real gücə malik olur. Boris Yeltsin isə tamamilə fərqli bir hədəfə malik idi. O, Sovetlər Birliyini faktiki olaraq bitirmək və Rusiyanı müstəqil, suveren bir dövlət kimi gücləndirmək istəyirdi. Yeltsin, Gorbaçovun mərkəzi hakimiyyətə bağlı siyasətlərini əks effektli hesab edir və hakimiyyətin Rusiyanın əlində olmasını prioritet sayırdı. Onun məqsədi Sovet sistemi üzərində deyil, Rusiyanın gələcəyinə yönəlmişdi. Mikhail Gorbaçovun zəifliyi bu dövrün əsas xüsusiyyətlərindən biri idi. Avqust çevrilişi zamanı Gorbaçov Krımda təcrid olunmuş və siyasi olaraq təsirsiz vəziyyətə düşmüşdü. Mərkəzi hakimiyyətin gücü zəifləyərək Sovet sisteminin gələcəyi sual altına düşmüşdü. Bu dövrdə Boris Yeltsin cəsarətli addımlar atdı. O, yeni bir ideologiya və siyasi vizyonla hərəkət edərək Moskvanın Ağ Ev binası qarşısında tankın üzərinə çıxdı. Yeltsin burada xalqı və ordunu çevrilişçilərə qarşı durmağa çağırdı. Bu addım onun siyasi gücünü nümayiş etdirdi və onu yüksəlişə gətirdi. Sovetlər Birliyi 25 dekabr 1991-ci ildə faktiki olaraq mövcudluğunu dayandırdı. Həmin gün Sovetlər Birliyinin son prezidenti Mikhail Gorbaçov televiziya vasitəsilə xalqa müraciət edərək istefa verdiyini elan etdi. And honest cooperation with us. Я покидаю свой пост I leave my с post тревогой, with но и с concerns, надеждой, but also with hope. с верой в вас, вашу мудрость и силу. I leave